Bu gördüyünüz banka daxil olan insanlar digər müştərilərdən heç cürə fərqlənmir, düzdürmü? Amma əslində onlar bir quldurdular və bankı soymaq üçün içəri giriblər. Onlar da digər sadə müştərilər kimi növbədə gözləyir. Elə bu moment içlərindən biri oradakı mühafizəçini vurub yerə yıxır. Digər hər kəsə isə sakit olub və deyilənlərə əməl etməkləri əmr olunur. Bu qrup lideri də bank menecerinə bir dənə ilişdirir, sonra da açarı götürür. O yuxarı çıxaraq pul onsuz da dövlətin olduğunu və yalandan heç kimin geri-oyluq etməyini istəmir. Əks təqdirdə onlar da öldürüləcəkdi. Bu zaman içlərindən biri həmin açarla seyfə daxil olub və bütün pulları çantalara doldurur. Artıq geriyə qalan tək şey onların bu pulları götürüb və bankdan sakitcə çölə çıxmaqları idi. Seyfdə təxmini düz 12 milyon pul var idi. Bu da adam başı çantaya 4 milyon düşürdü. Nəhayət ki onlar pulları götürüb sakitcə bankı tərk edirdilər. Amma isə bilmədikləri bir şey var idi. Artıq polislər də həmin yerdə idilər və onları tutmağa hazırlaşırdılar. Və üstünə üstəlik onları satan qardaşı Brom deyən oğlan idi. Yəni onları satan öz içlərindən biri idi. Bugün də onlarla soyğuna gəlməyib işi olduğunu demişdi. Ağıllı, idealist, pessimist, planlı. Yəni əgər məndən Neyli tərif etməmi istəsəniz, sizə bunları deyərdim. O geyiminə üstünlük verən, daha az danışan və çox düşünən biri idi. Böyük ehtimalla onu qrup lideri edən xüsusiyyətlər də bunlar idi. Deməli o öz qrupu ilə birlikdə professionalca soyğun işləri ilə məşğul idi. Ayrıca Neyl acgöz biri də deyildi. O hər oğurlanan $1 başına 30 sent alırdı. O hər soyğunu günlərcə əvvəldən planlayır və daha sonra da öz qrupu ilə işi bitirirdi. Həmçinin bugünkü iş kimi. Onlar tez bazar girib lazımı sənədləri götürüb tez çıxmalıydılar. Amma onun qrupuna bugün qatılan bu adam itaətsiz biri idi və əmrləri çiynəyib mühafizəçini öldürür. Onlar da məcbur qalaraq digərlərini də öldürüb aradan çıxırlar. Amma isə onun dalıyca düşən bu detektiv ən az Neyl qədər prinsipli və ağıllı biri idi və indiyə kimi əlindən qaçırdığı bir soyğunçu belə olmamışdı. Bir müfəttiş ki, mənim Al Pacino qaqamdır, ondan da bunu gözləmək lazımdır da. Çox uzatmadan deyim ki, Neyl həmin əmri çiynəyən dələduzu vurub aşırır və onu öldürməyə hazırlaşırdı. Lakin birdən-birə nəsə olur, fikri yayınır və adam əlindən qaçıb qurtulur. Elə bundan sonra da aləm dəyir bir-birinə. Yəni həmin ikinci soyğundan sonra şəhərdə tam bir kaos yaradır. Çünki bu polislər bu soyğuncuları tutmaqda çox qərarlı idilər. Buna görə də Neylin adamların hamısını polislər bir dənə öldürür. Neyl isə ən yaxın adamı ilə maşına minərək aradan çıxmağı bacarır. Üstünə üstəlik adamı da çox pis vəziyyətdə idi və o da yaralanmışdı. Bundan sonra Neyl ona xəyanət edən adamın evinə gəlir. Amma gəlib görür ki, onu da döyüb pis günə qoyublar. Yəni əslində ona bunu etməyə məcbur etmişdilər. Bunu edənlərsə biri Neylin öz düşmanı, biri də əlindən qaçırtdığı həmin o şərəfsiz idi. Bu Şəbzülün üzündən bütün qrup öldürüldü. Əlim gecə boğub öldürərəm uğraşı. Üstəlik bu uğraş psixopatın biridir. Yəni gecə qızları gətirir öz evinə, nanay eləyir. İşi görüb qutarandan sonra da qızları öldürür. Nəmmə, bu da bu cürünə xiyardır da. Nəysə, intiqam eşqi ilə yanıb alışan Neyl də gəlib həmin qallı düşmanını elə evindəcə öldürür. Geriyə təkcə bu şərəfsiz qalırdı. Amma tərslikdən bu adam polisin əlində idi və bu detektiv bunu Neylə qarşı bir yem kimi işlədəcəkdi. Qaqamız da öz tanıdığı almayanaq sevgilisi ilə ölkəni tərk etməyə hazırlaşırdı. Artıq hər şey hazır idi. Yeni pasportlar və onu gözləyən yeni bir həyat. Elə bu moment Neylin dostu zəng eləyib ona deyir ki, bəs həmin adamın yerini tapmışıq, filan oteldədir, bu dəqiqədə oradadır. Elə bundan sonra Neyl qaqamız təkəbbürünə qalib gələ bilməyir və yarı yoldan qayıdıb dönür. Amma bütün bu olanlar detektivin tələsi idi və bütün agentlər onun gəlməyini gözləyirdilər. Neyl isə qadına, sən maşında gözlə 5 dəqiqəyə qayıdıram deyib çıxıb gedir. Uğraş elə bir çörək almağa gedir, elə bir adamı öldürməyə getmir. Bundan sonra o kişi o qədər mühafizəçinin içindən keçərək gəlib burada adamı güllələyib öldürür. Təəccübləndiyimi? Yox, hara təəccüblənirik. Bu qədər şey olub, buna təəccüblənəcəyik. Çıxışda da yanğın alarmı falan verib xaos yaradır və gəlib mülki vətəndaş kimi çölə çıxır. Bax, elə bu səhnə nəyə desən dəyər. Burada isə öz sevdiyini buraxıb artıq qaçmağa məcburdur. Neyl indiyə kimi bir kodekslə yaşayan biri idi. O da ki, həyəcan anında 30 saniyədə qaçıb aradan çıxmaq idi. Nəysə, qaça-qaça gəlib burada gizlənir. Amma həmin müfəttiş də bunun arxasıca gəlirdi.
Son anda bunlar üzləşirlər və təyyarənin işığı tam da Neilin üstünə düşür deyə vurularaq ölür. Ah Neil, bəs indi nə oldu əzizim? Bu qədər yolu bundan ötürü mü qayıtdın sən? Sən də bir çoxu kimi öz prinsiplərinin və həmin təkəbbürünün qurbanı oldun. Sən indiyənə kimi bir kodekslə yaşamısan, o da ki ani bir problemdə hər şeyi öz ardında buraxıb getməkdir. İndi isə həyat səni heç gözləmədiyin yerindən vurdu. O da qəlbindən. Yəni sən də bir incə belli şirin sözlü qadına görə bütün inandığın prinsiplərinə xəyanət etdin. Sən həmin vaxtı biraz fikirləşib geri qayıtmasaydın, bəlkə də indi belə olmayacaqdı. Dostlar, bir nöqtədə də dönüb bu adama baxıb haqq verməmək əldə deyil. Həmin pedofil satqın üzündən bütün planı məhv oldu. Bütün adamları öldürüldü. Üstəlik onu balaca qoyun yerinə qoydu. Yəni Neil kimi bir adamın dünyasında buna cavab verməmək böyük hörmətsizlik idi özünə qarşı. Çoxunuz yaxşı bilər. Stoizm qədim Yunan və Roma fəlsəfəsidir və onların əsas prinsipləri də bunlardır. Duyğulara yox, ağla üstünlük vermək. Taleyə boyun əymək və nəzarət edə bilmədiklərini qəbul etmək. Sakitlik və daxili gücü qorumaq. İtki, ölüm, uğursuzluq kimi şeyləri qəbul etmək. Neil dostumuz da bu cəhətləri çox yaxşı təmsil edirdi. Birincisi sakit və duyğulara yer verməyən biri idi. Hətta dostları və sevgilisi ilə bağlı hisslərini də çox yaxşı cilovlayırdı. İkincisi onun qaydaları da var idi. Bir işə bulaşıb 30 saniyədə kürəyini çevirib çıxıb gedə bilməyəcəkdisə, o işə bəri başdan girişmirdi. Üçüncüsü isə bu adam taleyi də qəbul edirdi. Filmin sonuna qədər, qaçmaq səhnəsinə qədər prinsipə sadiq qalır və ölüm riskini qəbul edir. Yəni dostlar, Neil stoik bir xarakterə sahib kimidir. Amma bir fərqlə, o tam stoik sakitliyi qorusa da, egosu və intiqam hissi onu yoldan çıxardı. Əsl stoik isə o zamanda nə intiqam alar, nə də hisslərinə uyardı. Bəziləri qaydalarla yaşayır, bəziləri qaydalarla ölür. Hisslərini boğan insan bəzən içində gizlənən tufanı görə bilməz və nəhayət insan öz əli ilə hördüyü divarların altında qalar.